Hazreti Əlidən dəyərli kəlamlar. Həya bütün yaxşılıqların açarıdır. Ən pis adam odur ki, başqalarının aybını axtarsın, amma öz eyblərini görməsin. Dünya adamları yatmış halda aparılan karvan əhlinə bənzəyirlər. Dünyadan qorx. O şeytanın tələsi və imanın qənimidir. Çoxlarının namazı əziyyət və yorğunluqdan başqa bir şey değildi. Bir-birinizin qədrini bilin. Çünki bir gün heç gözləmədiyiniz anda ayrılacaqsınız. Ölümü unutmaq qəlbi pasladar. Dua vasitəsilə bəla aradan qalxar. Həc qəlblərə rahatlıq gətirər. Həya gözəldir, qadınlarda daha gözəldir. Əsl yetimlər ana-atadan deyil, elm və əxlaqdan məhrum olanlardır. Xəsis insan dünyada fağır kimi yaşayar, axirətdə isə varlı kimi hesaba çəkilər. Cahillər çoxalan zaman ariflər qərib olar. Qeybətə qulaq asan kimsə qeybət edənlərdən biridir. Ləzzətlərin ötüb keçəcəyini, onların cəzasının isə qalacağını yadda saxlayın. Ağıl artarsa danışıq qısalar. İslama zəiflik gətirmədiyi halda mən sülhü müharibədən daha üstün bilərəm. Səni ucaldan sükut, səni alçaldan danışıqdan üstündür. Qohumların düşmanlığı və dostların əziyyəti ilan zəhərindən daha pisdir. Qəm və kədər qocalığın yarısıdır. Ən pis yoxsulluq axmaqlıqdır. Sənət tükənməyən xəzinədir. Sağlamlıq nemətlərin ən yaxşısıdır. Yeni əmlak əldə etməzdən əvvəl yığdığınızı istifadə edin. Yumşaq danış, sevilərsən. Yəqin ilə yatmaq, şübhə ilə namaz qılmaqdan xeyirlidir. İnsanlar insanları tanıdıqca tənhalığı seçdilər. Alimin büdrəməsi gəminin qırılması kimidir. O özü suya qərq olanda başqaları da qərq olur. Ağıllı o adamdır ki, təcrübələr ona öyüd verir. Dil çox iti bir qılıncdır, qan tökmədən can ağradar. Kimə ox atmağı öyrətdimsə, ilk məni nişan aldı. Əziz dostlar, lütfən İlahi Dialog kanalına abunə olub, çoxlu amin yazmağı unutmayın. Sağ olun, salamat qalın.